Deməli, sabah bu yaxları Instagramda bir video qarşıma çıxdı. Tələbələr məzun olurlar və məzun olan tələbələrə sual verirlər ki, ixtisassız üzrə çalışandan sonra sizin maaş gözləntiniz nə qədərdir? Tələbəsi bir şey danışır. Deyir ki, mən məsələn filan ixtisas oxumuşam, mən 3000 gözləyirəm, biri deyirəm 2500 gözləyirəm, biri deyir falan manat. Hamısı manatla danışır təbii ki. Və Azərbaycan reallığında bunu etmək mümkündür. Sadəcə olaraq diplomunuzla, ixtisasınızla yox, bacarığınızla, aydındır. Ona görə də gələcəkdə düşündüyünüz məvacibi, düşündüyünüz maaşı, düşündüyünüz gəliri əldə etmək üçün o bacarığı özünüzə formalaşdırmağa çalışın. Yaxşımı? Bacarıq olarsa, fərq etmir, sən nə ixtisas sahibisənsə, həmin ixtisas sənin bacarığın varsa, sən həmişə irəli gedəcəksən, sənə hər yerdə ehtiyac olacaq, sənə hər yerdə lazım olacaq. Ona görə də yəni düşüncələrinizi ixtisasınıza, düşüncələrinizi əlinizdəki diplomlara, sertifikatlara falan yox, düşüncələrinizi bacarığınıza görə formalaşdırın. Mən ümid edirəm ki, dediklərimi düzgün anlayarsınız. İnşallah sabah görüşərik saat 9-da. Növbəti sınavda işləyərsiniz. Sağ olun. Görüşərik. Sağ olun.